Gördüyünüz bu bildirçin yumurtası möcüzəvi qida deyil, amma danışığın inkişafına təkən yaradan bir qidadır. Tərkibində olan proteindir, fosfor və dəmir beynin inkişafını aktivləşdirir. Bu zaman uşaqlarda yaddaş, qavrama inkişaf edir. Bu da onların nitqinin açılması üçün faydalıdır. Övladınıza bildirçin yumurtası verməmişdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bu zaman uşaqda allergiya və digər hallar olarsa, bunu vermək həm də onları geri sala bilər. Bildirçin yumurtası uşaqların immunitetini gücləndirir. Bir uşaq zəifdirsə, əgər tez-tez xəstələnirsə, bu da loqopedik seanslara mənfi təsir göstərir. Yəni uşaq dərsdə oturmur, artikulyasiya əzələləri zəif olur və tapşırıqları yerinə yetirə bilmir. Əziz valideynlər, əgər siz övladınızın nitq inkişafı üçün nələri düşünüb axtarırsınızsa, bildirçin yumurtası da onlara daxildir. İnanaraq vermisinizsə, faydasını görmüsünüzsə, nə xoş sizlərə. Yəni, əgər siz övladınıza bildirçin yumurtası verib danışdırmısınızsa, onun nitqi inkişaf edibsə, söz ehtiyatı artıbsa, bu demək deyil ki, digər uşaqda bu yaranma ehtimalı 100%-dir. Bunu hər zaman mütəxəssislə, həkimlə məsləhətləşmək lazımdır. Tək bildirçin yumurtası deyil də, artikulyasiya gimnastikalardır, loqopedik seanslardır, mütləq uşaqların inkişafı üçün faydalıdır.